Koderadan 3.2-dən qalmışdıq. Deməli 30-da. 30-dan baxaq. Məlumat 16 simvoldan ibarət olan minimal əlifba simvolları ilə yazılıb. Məlumatın 120 simvoldan ibarət olduğunu bilərək onun informasiya həcmini müəyyən edin. 16 simvoldan ibarət minimal əlifba deyirsə, bu 16-nı mən 2 üstü formasına gətirsəm, 2 üstü 4-dür. Yəni bir simvolumuz 4 bit və kodlaşdırılır. Deməli, məlumat özü 120 simvoldan ibarətdirsə, hər biri 4 bitlə kodlaşdırılıbsa 4-ə vurulur. Bu da eləyir 0, 8, 4, 480 bit B variantı. 31-də deyir 512 simvoldan ibarət informasiyanın həcmi deməli 3 kilobitdir. Bu məlumatın kodlaşdırdığı əlifbanın gücünü müəyyən edin. Demək, gücünü tapırıq biz. Yəni burada eni tapacağam. N bərabərdə 2i-dən burada eni tapacağam. Birinci i tapmalıyam. i taparkən nə edirik? Deməli, mən burada həcmim var, V var deyək. V bərabərdə 3 kilobitdir. Simvollu sayım var. Simvol sayımda deyək ki, A ilə göstərib. A simvol sayı. A bərabərdə 512 də simvol sayıdır. Mən bu deməli həcmi taparkən ümumiyyətlə A-nı i-yə vururuq da, yəni simvol sayını i-yə vururuq. İndi mən i tapamalıyam. Tapmaq üçün V-ni bölürəm simvol sayını. Yəni 3 kilobiti bölürəm 512-yə ki, tapam i bərabərdir. Burada da 3 kilobiti mütləq bitə çevirməliyik. Çünki i sadəcə bitdir. Bitə çevirmək üçün də kilobitdən bitə çevirəndə biz nə edirdik? Vururduq 2 üstü 10-a. Kilobitdən bitə çevirəndə 2 üstü 10-a vururuq. Deməli, burada 3-ü vururam 2 üstü 10-a. Bit olur. Aşağıdan da 2 üstü formasında yazıram. 2 üstü 9. Ondan 9-unu çıxıram, qalır 2. 2 üstü 1. 3 vurulsun 2 üstü 1, o da eləyir 6. Bu nəyi tapdım? i tapdım. Mən indi burada nəyi soruşur? Gücü soruşur. Yəni eni soruşur. 2 üstü i, yəni 6. Bu da eləyir neçə? 64. Y variantı. 32. İşıq tablosundakı lampalar iki vəziyyətdədir. 78 ədəd müxtəlif unikal vəziyyəti kodlaşdırmaq üçün işıq tablosunda ən az neçə lampa olmalıdır. Yəni 2 üstündə neçə yazsam 78 ədədi kodlaşdıra bilərəm. 2 üstü mən 6 yazsam 64 ədədi kodlaşdıra bilirəm. Amma 2 üstü 7 yazsam 78 ədədin hamısını kodlaşdıra bilirəm. Deməli, buradan 2 üstü 7-in ən az neçə lampa lazımdır deyirsə, buradan 7 lampa. 7 lampa. C variantı. 33. Kompüterin ünvan şini 8 mərtəbəlidir və ya 8 kanal var. Hər bir mərtəbə ilə 2 fərqli siqnal ötürmək olar. Ən çox neçə fərqli ünvana məlumat ötürmək olar? Ən çox neçə fərqli ünvana? 2 üstündə 8 yazsam. Deməli, 2 fərqli siqnal deyir. Ona görə 2 yazıram. Üst desəydi 3 yazılsaydı. 8 mərtəbədə dediyinə görə üzərinə 8 yazıram. 8 kanal. 2 üstü 8 o da neçə eləyir? Ən çox neçə fərqli ünvan? 256. B variantı. (34) 2048 simvoldan ibarət mətn informasiya həcmini 20 fərqli hərf və 5 fərqli işarə simvolları təşkil edir. Bu informasiya ən kiçik əlifba standartı ilə kodlaşdırılarsa, onun informasiya həcmi neçə kilobitdir? Baxıram, burada 20 fərqli hərf və 5 fərqli simvol işarə varsa, deməli, ümumi bir yerdə 20-nin üstünə gəlirəm 5-ini. Bu da neçə edir? 25 simvol edir. 25 simvol. Mən 25 simvolu, ümumiyyətlə simvoldan 2048 simvol düzəlib da, düzəldim. 25 simvolun hər birinə, ümumiyyətlə bunun hər birinə neçə bit verir, onu tapmaq üçün 25 simvolu mən simvolu əlifbada bütün hər bir hərfə neçə bit verir tapmaq üçün 25-i 2 üstündə neçə yazaram? 2 üstü 5. 2 üstü 4 yazsam 16 edir. 25-in hamısını kodlaşdırmaq olmur. 2 üstü 5 yazanda kodlaşdırmaq olur. Demək ki, mən burada nə çıxardıram? 5 bitdir. Bir simvolun 5 bitdir. Burada da 2024 simvol dediyinə görə 2024 simvolu mən deməli nə eləyirəm? Neçə kilobitdir deyir burada. Kilobit. Bu bitdi. 5-i vururam. 2048-də bit hesab edəcəm. Yəni, 2048 vururam 5-ə. Tapacam ki, deyək ki, neçə bitdir.
Amma burada kilobitdən soruşur axı. Kilobitlə soruşduğuna görə mən heç bunu vurmuram. Açıq yazıram ki, daha çevirmək daha asan olsun. 2048 2 üstü 10'dur da. 2 üstü 10 vurulsun 5. Mən burada bitdən kilobitə keçmək üçün nə edirəm? Kiçikdən böyüyə keçirəm. Kiçikdən böyüyə keçmək üçün 2 üstü 10'a bitdən kilobitə keçirəm. 2 üstü 10'a nə edirəm? Bölürəm. Bu isə 2 üstü 10 deyil, 11'dir, səhv yazmışam. Bu 2 üstü 11'dir, 2048. Deməli, burada 11'dən 10'un çıxanda qalır 2 üstü 1. 2 üstü 1, 2'ni vururam 5'ə edir 10. Deməli, neçə kilobitdir? 10 kilobitdir. 35. 35'də deyir, müəyyən kodlaşdırma sistemində hər bir simvol 3 bayt həcmə malikdir. Bu sistem ilə kodlaşdırılmış informasiya 2 səhifədən ibarətdir. Birinci səhifədəki informasiya ikincidən 2 dəfə çoxdur. Məlumatın ümumi həcmi 81 bayt olduğu məlum olarsa, birinci və ikinci səhifədə olan simvolların sayını müəyyən edir. Yeni səhifə açaq. Baxaq. Hər bir simvol 3 baytdır. Aha. Məsələn də deyək ki, bax 2 dənə səhifəm var. Birində x-dir, digər birincisi isə 2 dəfə bundan çoxdur, 2x hesab edirəm, 2x-dir. Ümumilikdə burada 81 bayt var deyək ki. Hər bir simvolda 3 baytdır, 81 baytdır. Baxım görün burada neçə simvol var. Ümumi həcm 81-dir. Birinə də 3 baytdır. Baxım görün burada neçə dənə simvol var. Ümumi neçə simvol var. Həcmini bilirəm, 81-dir. Bir simvol 3 baytdır. İndi baxım görüm neçə simvol var. Nə edəcəm? 81-i bölürəm 3-ə. Neçə düşür? 6. Deməli 2 1 27. 27. Deməli mən tapdım ki 27 simvol var ümumilikdə. Bax bu ikisində, 2 səhifədə 27 simvol var. Amma hansından neçə dənədir onu tapmalıyam. Mən gəlirəm bu aşağıya. Baxır deyir burada birinci səhifədə 9-dur, ikincidə 18-dir. Hələ ola bilər? Yox. Çünki burada birinci, ikincidən 2 dəfə çoxdur. Ona görə bu A-yı silirəm. Bir də toplayanda 27 edir. Hə, düzdür. Bax burada məsələn bunun ikisini toplayanda 27 eləmir axı. Bunu çıxıram. Bax bu ikisi 27 eləmir. Bu ikisi 27 eləmir. Qaldı nə? B variantı. Demək birinci 18 imiş. İkincidə 9 imiş. 9-u 2-yə vuranda 18 edir da. Yəni birinci, ikincidən 2 dəfə çoxdur. B variantı. 36. Kompüterin ünvan çini 8 mərtəbəlidir. Hər bir mərtəbə ilə 3 fərqli siqnal ötürmək mümkündür. Buna oxşar bir var idi. Ötürmək mümkündür. Ən çox neçə fərqli ünvana məlumat ötürmək? Məlumat ötürmək olar. Aha. Yaxşı. Burada burada birincisində deyirdi 2 fərqli vəziyyət. Bax, elə hansında bilmirəm, haradaydı, neçədəydi. 2 fərqli vəziyyət siqnal deyirdi. Burada isə 3 fərqli siqnal. Bizdə 2 fərqli siqnal dediyinə görə 2-in üstündə yazdıq 8. Amma burada 3 fərqli siqnal dediyinə görə 3 üstündə yazacağıq. 3 üstündə 8 yazırıq. 3 üstündə 8 elə burada da 3 üstündə 8 elə belə veribdir. Yəni cavabını yazmır. 37. Deməli, informasiya kodlaşdırmaq üçün LED lampalardan istifadə olunur. Hər bir LED lampa qırmızı, göy, yaşıl rəngli əlavə olaraq sönmüş vəziyyətdə olan 300 müxtəlif siqnalı ifadə etmək üçün ən az neçə LED lampa lazımdır? Yaxşı. Deməli, LED lampa qırmızı 3, 4 dənə fərqli vəziyyəti var. 4 fərqli vəziyyəti, yəni 4 üstündə yazacağıq bunu. Aha. Deməli, 4 üstündə neçə edir? 300. 300 almaq üçün 4 neçə yazacaq? Mən heç burada, yəni vəziyyətləri nəzərə almasam, deməli, 300 müxtəlif siqnalı deyir. 300 müxtəlif siqnalda 4 üstü neçə olar? Ee, 300 müxtəlif. Burada bir də gelim. 4 vəziyyətdir. Qırmızı, yaşıl, göy, yaşıl. 1, 2, 3, 4. Aha, 4 müxtəlif vəziyyətdir. 4 üstü 4 olsa, 4 üstü 4. Bu eləyəcək. 256 eləyəcək, hə. Bu 256 eləyir. Bu olmur axı, ona görə bu 4 üstü 5 olmalıdır ki 4 üstü 5 olmalıdır ki 300'ü göstərə bilsin.
Demək 4 olmur, 5 olur. 4 256-dır. Ona görə 4 üstü 5 eləyir da. 4 üstü 5-də 256-nı 4-ə vuranda neçə eləyir? 1024 da. Yəni səhv etmirəmsə 1024. Deməli bax bu vəziyyətdə, deməli bu 4 vəziyyətdə qırmızı, göy, yaşıl, bir də sönmüş vəziyyətdə 4 vəziyyətdə 4 üstündə 300 düzəltmək üçün 300 siqnal kodlaşması 4 üstündə 5 olur. Bu da C variantı. 38. 8 simvolu minimal əlifba ilə kodlaşdırma sözünün ikilik kodu aşağıdakı formadadır və verilmiş sözün verilmiş 3 sözdən birini ifadə edir. Minimal əlifba ilə kodlaşdırılıb. Aha, yəni 8 simvolu minimal əlifba deyirsə, bu 2 üstü 3'dür da. 3 bitdi hərəsi. Verilmiş 3 sözdən birini ifadə edir. Aha. Deməli 3 bölünəcək. 3 bit deyirsə 3 bölünməlidir. 3 bit 1, 2, 3, 4, 5 hərfidir. Bundan da elə bilim hamısı 5 hərfidir. Baxıram burada lampa sözünü tapanda. Məsələn, birə baxıram ki, hansılar eyni ədəddir? Eynidir. Və bu ikinci, bir də sonuncular. 1, 1, 0 olanlar ikisi eynidir. Bir ikinci, bir də sonuncu. İkincisi və sonuncusu eyni hərf olan. Məsələn, bu palam deyil. Bu palmadır. Bu da deyil. Demək palmadır. İndi mən baxıram ki, bu demək bu 1, 0, 0 və 1, 0, 0. Bu P hərfidir. Sonra altdan yazıram. 1, 0, 0 P hərfidir. Sonra 1, 1, 0 A hərfidir. Sonra 0, 0, 1 L hərfidir. 1, 1, 1 M hərfidir. Bir də 1, 1, 0 A hərfidir. İndi deyir ki, lampa sözünü kodlaşır. Mən baxıram burada lampa sözü 001'dir. 001. Sonra L hərfi. A hərfi neçədir? 110. M hərfi 111. Sonra P hərfi P. P hərfi budur. 100. A hərfi də 1100. 110. Aha. İndi bax bu kodlaşdırılmış söz hardadır? Baxıram ki, bu deyil. Çünki burada 0-0'dan sonra çox büyük gəlir. Bu deyil. Mən burada sıfırları o zaman silməliyəm. Baxıram. 3 dənə 1, sonra bir dənə 0. Hansındadır? Yox, yoxsa bir dəqiqə budur. B deyil. Silmirəm. Elə B-dir, üstə baxmıram. Budur. B-dir. B variantı. 39. Ravil müəllim arxiv sənədlərinin arasında aşağıdakı şəkildə kod tapır. Bu kodu Gündüz müəllimə göstərir və Gündüz müəllim bu kodun ikilik kod olduğunu müəyyən edir. Bu kodun hansısa sözü ifadə etdiyini düşünürlər və bir müddət araşdırma aparırlar. Araşdırma zamanı həmin sənədin analoqunu tapırlar və analoqda variantlarda qeyd olunmuş sözlərin əks olunduğunu görürlər. Verilmiş ikilik kod hansı sözü ifadə edə bilər? Bu sözə baxıram mən. Burada məsələn 1, 2, 3, 4, 5, 6 hərf. 1, 2, 3, 4, 5, 6, 7 hərfdir bu məsələn. 1, 2, 3, 4, 5, 6, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5. Ya 5 hərfdir, ya 6'dır, ya da 7'dir. Məsələn. Deyək ki, burada heç bir nədir bir şeydə buradan sözü ifadə edir. Neçə dənə ayrı bilərik deməli bunu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. 21 burada, 21'i mən neçə ayıra bilərəm? Deyək ki, 21'i mən 5-5 ayıram. Burada 5 hərfdir. 5-in sözü ola bilməz. Çünki 5'ə bölsən, 21, deməli 21 5'ə bölünür. Ona görə bu 5 edir. 21 burada hansına bölünür? 7'yə bölünür. Məsələn 6'ya da bölünür. 1, 2, 3, 4, 5, 6. Bu da olmuş. Bu da olmuş. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Ya B'dir ya da E'dir. Yəni 7 simvoldur. İndi gəlin bunu deməli 21'i 7'yə bölünəcək 3. 3 ayıraq. Çünki mən 3 ayırandan sonra biləcəm. 3 ayırsam 300. Aha.
Baxıram görüm bu müəllim olar yoxsa dərslik olar. Məsələn bax 2 dənə müəllimdə 2 dənə l var ortalarda. İkisi də eyni olan, baxıram görüm ikisi dalbadal eyni olan simvol var. Bax var burada bax 001 001 bax bu. M, Ü, Ə, L, L, İ, M elə budur. Elə bu B variantıdır. Yəni dərslik deyil B variantı. 40-cı suala baxırıq. Burada da belə bir kod verib, sözü deyir tapın. Müəyyən edin bu sözü. Üstünə baxaq. Deməli burada məsələn necə ayıra bilərəm bu sözü? M ilə başlayır. Çünki burada baxıram. M ilə də A ilə başlayır. Deyək ki, A ilə başlasa 101 olmalıydı. Amma A ilə deyil. Bunu silirəm. 01-lərlə başlayır. Demək ki, bu nəmiş? M hərfidir 01 ilə. Bu buradan bu M hərfidir. Sonra deyək ki, burada bax Ü var, bir də İ var. Baxım görüm Üdümü, İdimi. Ü 111-dir. İ də 010. Demək İ deyil. Çünki bax qadağasızca 010 gəlmiş. Demək Üdür. İ olanları silirəm. Qaldı burada ya müəllimdir, ya da müəllifdir. Mən indi sonuncuya baxacağam. Sonuncu. Ya F-dır, ya da M-dır. Deməli, M 01 ilə qutarır. F isə nə ilə? 10 ilə. Baxım görüm, bu da 01 ilə qutarır. Deməli, 01 ilə nə idi? M hərfi. Deməli, müəllimdir. D variantı. 41-də deyir, ikili kodlaşdırılmış informasiya aşağıda verilmişdir. Bu informasiyanın iki simvol eynidir. Verilmiş ikilik kodda ən az neçə simvol olar? Deməli, iki simvolu eynidir. Verilmiş ikilik kodda ən az neçə simvol olar? İki simvol eyni olmağı üçün, məsələn, deyək ki, mən 4 bölənmərəm. Bir dəqiqə, burada məsələn Y variantında 2 deyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15-i 2 yerə bölənmərəm. 2 simvol olmuş. Keçdi buradan. 15-i mən 3-ə bölə bilərəm, 5-ə bölə bilərəm. 1 simvolda olmadığı üçün ümumiyyətlə. İndi baxım görüm. 15-i 5-ə böləndə 3 düşür, 3-ə də böləndə 5 düşür daha. Deməli, mən baxım görüm, bunu 5-5 bölümsəm, eyni, 2 simvol eyni olur. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Burada eyni simvol olan var mı? Yoktur. Aha. 2 simvol eynidir. Demək ki, 5 deyil. 300 bölməliyəm onda mən. Çünki 5-5 böləndə eyni simvol olur. Demək, mən 300 bölməliyəm. Baxaq. 300 bölsəm 1, 2, 3. Aha. Buradan ikisi eyni olan var mı? Bəli, bax, bu yan-yana olanları da. Bu yan-yana olanlar, bu haradır? Bir dəqiqə, buradan gəldir, bura. Bu, bax, 1, 0, 0, 1, 0, 0. Demək, bu nə ilə nəymiş? 3-3 ayırmalıyım. Nə deyir burada? 2 simvol verilmiş rəqəmdə ən az neçə simvol var? 3-3 ayıranda demək 1, 2, 3, 4, 5 simvol var D variantı. Sonra avtomatik qurğu 8 simvollu şifrə tərtib edir. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu Azərbaycan əlifbasının yalnız böyük hərfləri, qalan 4-ü isə onluq say sisteminin tək rəqəmlərindən ibarət ola bilər. 8 simvollu şifrə tərtib olunubdur. 2, 3, 4, 5, 6, 7, 8. Bu qurğunun tərtib etdiyi şifrənin ilk 4 simvolu 1, 2, 3, 4. 4 simvolu Azərbaycan əlifbasının yalnız böyük hərfləridir. Böyük hərflərdə 32-də 32, 32, 32, 32. Sonra deyir ki, qalan 4-ü isə onluq say sisteminin tək rəqəmlərindən ibarət ola bilər. Onluq say sistemində 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Tək rəqəmləri də hansıdır? 1, 3, 5, 7, 9. 1, 2, 3, 4, 5. Demək, 5 dənə, yalnız deyir ki, qalan 4-ü, tək rəqəmlər ola bilər. Deməli, neçə vəziyyətdir? 5 dənə. 5, 5-i bura gedə bilər, 5-i, 5-i. Belə bir vəziyyətdir. İndi heç nədə neçə dənə fərqli şifrə tərtib etmək olar? 32, 1, 2, 3, 4. Bu eləyir 32 üstü 4. Vuraq. 5-də neçə dənə? 4 dənədir. Bu da eləyir 5 üstü 4. 32 üstü 4, 5 üstü 4 Y variantı. 43. Hər hansı iki sayda simvoldan ibarət olan məlumat ASCII standartından 4096 simvollu minimal əlifba standartına keçirilən zaman həcmi 60 MB artmışdır. Yaxşı. Deməli, iki sayda simvol var, bilmirik. ASCII standartından 4096 simvolu minimal əlifbaya keçirilibdir. Yəni, bir simvolda ASCII-də 8 bit var.
4096 simvolu da 2 üstü necə yaza bilərəm? 2 üstü 12 yaza bilərəm də. 2 üstü 12 4096-dır. Bu da 12 bitdir. Yəni ASCII 1, 8 bit, bir də 12 bit. 8-dən 12 bitə keçən zaman həcmi 60 bayt artıb. 8 ilə 12 arasında neçə rəqəm, neçə bit fərqi var? Deməli, 12-dən 8-in çıxanda qalır 4-dür. 4 bit burada aralarında 4 bit var. Deməli, 60 bayt deyir artıbdır. Deməli, 4 bit, bir simvolu 4 bitlə kodlaşdırılır. Daha doğrusu, burada arada 4 bit itirilibdir. Mən 60 baytı da bit formasına çevirsəm, neçə olacaq? 60-ı vurmalıyam 8-ə. 8 dəfə 6 neçə eləyir? 48, 480. İndi mən bu 480 biti böləcəm, görüm orada, burada arada, yəni bir simvolum neçə nədir? Bitdir. 480-i bölürəm 4-ə. Bu da edir 12. Hə, düzdür da. 12. Belə eləyək də, yaxşı. Bax, burada heç bunu yox, bunu eləmirəm. Elə 4 bu tənəzzül etsəm, 4 bit deməli 60 baytdırsa, bu baytı da elə 400-ə, 400-ə vurum, 400 eləyim burada. Düz eləmişdim. 480 bit. 480 idi, hə. Deməli, 8 bit neçə olur? 8 bitdə, yəni 480-dən 2 dəfə artıq da. Bu da neçə eləyir? Eləyir 0, 6, 1 yadda, 5, 1 yadda, 6. Aha. Yox, bir dəqiqə, mən orada bu yeni səhifə açacam. Burada nəsə bir mən səhvə eləyirəm. Bir dəqiqə. Nəysə, hesabıma səhv eləyirəm. Bir də baxım. Deməli, 40 üstə. Uş. 43-də ASCII, deməli, ASCII standartına dönüzün müharibəyə keçir. Yəni, bir simvolu 8 bit idi. Bit. Keçir bir simvolu, bir simvolu. Bir simvolu nəyə? 12-yə. Çünki 4096 212. 12-yə. Hə, 12 bit olur. Bu artım keçsə zaman 60 bayt artır. Yəni bu artım hissəsi, yəni 4 bit. 4 bit. 4 bit olan hissə ki, 60 baytdır. 4 bit 60 bayta bərabər olur. Deməli, burada 4 bitin, bunu 60 baytımı da çevirirəm, deməli, bitə. 60-ı da çevirəndə bitə, eləyirdi neçə? Deməli, bir də belə yazım, deyək ki, mən 4 biti, deyək ki, hər hansı x-də bilmirəm simvolun sayını, x-ə vururam, bərabər eləyirəm, deməli, simvolun sayını bilmədiyim üçün. 60-ı da vururam 8-ə də ki, yəni bitə çevirmək üçün. 60-ı vururam 8-ə. 4x də bərabərdir burada. 60-ı 8-ə vuranda neçə eləyir? Deməli, bayaq edədik. 480. 480 eləyir. Buradan da mən x-i tapsam, 480-i bölürəm 4-ə. Demək, neçə eləyir orada? 480 bölək 4. X bərabərdir. Burada 1, 2, 12, 0, 4, 120. Aha. Bu 120 eləyir. 120. 120 simvol eləyir. X simvolu tapdım ki, 120 simvoldur. X-in ümumiyyətlə. 120 simvoldur. İndi bu simvolumu mənim Unicode əlifba ilə kodlaşdırmacam deyir. 120 simvolu da mən Unicode-a keçəndə, Unicode-da bilirəm ki, bir simvolum 2 baytdır. Şimdi burada da 120 simvol var. Neyi yazım? 120'ni de vuracağım 2'ye. O da eləyir. Deməli 240. B variantı. Əgər səhv vurmadım, bölmədimsə B variantı.
44-ə baxaq. Uyğunluğu müəyyəndir. Əlifbanın gücü verilib, bir simvolun informasiya miqdarı. Yaxşı, 61. 61-dirsə burada 64 götürə bilərəm mən. Yəni 2-nin qüvvət şəklini göstərmək üçün. Bu da 2 üstü 6. Yəni 6 bit. Birim eləyir, A1-ə A gedir. A. Sonra 128 neçədir? 2 üstü 7. Bu da eləyir 7 bit. 7 bitdə nədir? 7. Bu da 2-yə də E gedir. 1025 də 1024 yox 2048 edir. 2048. Bu da 2 üstü 12 11'dir. 3'ə də gedir D. 11 bit. 1A, 2E, 3D, bu da B variantı. Belə.